Bu adət eləmişəm. Uşaq vaxtından bu sənəti öyrənmişəm. Heç gözümü də yumsam, məsələn, indi mən bu dəqiqə gözümü yumum, bunu sığlayayım. Özü də sol əlimlə. Bunu heç kim sol əli ilə bunu bölə bilməz. Yəni siz hiss eləyib işləyirsiniz, bu işi görürsünüz. Beyinlə işləyirəm. Əziyyət vermir belə işləmək sizə? Zəhmətə əyilmək bu Allahın mükafatıdır. Mən uşaq vaxtı fikirləşirdim ki, insanı yaşadan gözdür. Ancaq həyat görsətdi ki, mən səhv olmuşam. İnsanı yaşadan ağıldır. Gözsüz insanlar yaşaya bilir, ağılsız insanlar yaşaya bilmir. Gözsüz insan hətta işləyə də bilir. Bəli, Ağılsız insan işləyə bilmir. Elə insanlar var, anadan gəlmək gözsüz dünyaya gəlir, gözləri yoxdur. Ancaq o, Allahın köməkliyindən nə işləyirsən görür. Ancaq ağılsız insanlar gedib görsən yaşaya bilmir. Çünki ağılı yoxdur. Hə. Bu da səvətdir, taxılmış. Bunu qarğını nəz etdik, buna artıq çıx deyirlər, çıx. Çıxlandı. Cəmal bəy, bu səbətdir dediniz. Bu səbəti artıq toxumağa başlamışsınız. Bəli. Yəni. Bu elə bir ki, altlığıdır, bunu çəmbərə deyirlər buna. Çəmbərəsini çubuğa salmışıq. İndi biz bunu əsas toxumağa toxuyuruq. Siz bu işi tək görürsünüz. Bəli. Bu çığlar bunun arasından keçir. Bu icazə versəydiniz bir dənə də şey deyər. Buyurun. Hə. Öz-özümə dedim ürək, nəyimiz var baxaq görək. Ürək dedi heç nəyimiz. Öz-özümə dedim ürək, nəyimiz var baxaq görək. Ürək dedi hər şeyimiz. Taleyimiz, kənanımız, bacımız var. Məhəlləmizdə bağçamız var, bağımız var. Evimizdə halal süfrə, halal çörək tuzumuz var. Peyğəmbər tək babamız var, nənəmiz var. Namaz qılanda, dua eləyəndə Allahdan daha çox nə istəyirsiniz? Allahdan ən çox istədiyim dünyamızı qorusun. Kəndimizi, şəhərimizi qorusun. Bütün türkləri qorusun. Neçə övladınız var? 3. Sənətinizi öyrənirlər? Yox, həvəsləri yoxdur. Müasir uşaqların həvəsi yoxdur. Nəyə daha çox meyl eləyirlər? İndiki uşaqların ən çox meyli televizordur, kompüterdir. Belə. İmam Əli deyir ki, uşaq valideynindən çox zamanəsinə bənzəyir. Doğru sözdür. Həqiqətən. Bəli. Siz valideynlərinizə bənzəyirsiniz? Mən atamdan öyrənmişəm bu sənəti. Demək ki, bənzəyirsiniz. Bəli. Onlar da bənzəyir, ancaq bu seçim azaddır ki, kimin qəlbindən nə keçirsə, o sənətlə də məşğul olmaq. Səbətləri sifarişlə hazırlayırsınız ya öz istəyinizlə? Yox, sifarişlə hazırlayırdım, indi tələbat azalır. Evinizdən mi gəlib alırlar? Tələbat olanda gəlib evdən olurlar. Müştəri sizlə bazarlıq eləyirmi ya söylədiyiniz qiymətə satırsınız? Hər şey bazar tənzimləyir.